Elçin Hüseynbəyli. Qəsd edilmiş gözəllik. Dan yeri çoxdan ağarmışdı. Yenə təbiət günəşin qızılı tellərinə qoyun açmışdı. Araz boyunu həzin bir musiqi təbiətin sirli sehirli səsi bürüyürdü. Budaqdan budağa qonaraq səsküy salan quşlar da sanki bu yolla təbiətin gözəlliyinə heyranlıqlarını bildirirdilər. Lav sularında bir qırçın belə görünməyən Araz elə bir səhər yuxusundan ayılmaq istəmir, günəş yüksəldikcə üzərinə düşən parlaq işıq sütununun mülayim istisini canına çəkirdi. Adətən nərilti gurultu qopararaq axan çay, parıltısı Soltanlı kəndinin tut bağlarını aşan və göz işlədikcə uzanan bu işıq selini ürkütməmək üçün yatağına sığınmışdı. Səhər tezdən malqaranı örüşə gətirən Sabir bu gözəlliyin qarşısında sanki sehirlənmişdi. O, suların bağrına mil kimi saplanan işıq selindən gözünü çəkə bilmirdi. Onu da bilirdi ki, birazdan işıq seli hər tərəfi bürüyəcək və suların qoynunda boy verən parlaq sütun bu selin içində əriyəcək. Günəşin şəfəqləri güzgü kimi çayın sularında bərk vuracaq. O, ətrafa yayılmış mal heyvanı səsləyib, kolluqla biraz da irəlilədi. Ayağının altından pırıltı ilə qalxan çil bildirçin onu əməllicə qorxutdu. Quşun qarasınca deyinərək, cingiltili səslə atası Musa kişidən tez-tez eşitdiyi sözləri təkrarladı. Ay səni kor ilan yesin. Kəndin başqa uşaqları mal növbəsinə getməyi xoşlamasalar da, Sabir bu günü səbirsizliklə gözləyərdi. Həmin gün məktəbə də getməz, dərslərimin yerini uşaqlardan soruşub öyrənərəm, deyərək anasının axşamdan arasına şor, nehrə yağı qoyub ağ dəsmala bükdüyü 2 yuxanı götürər, kəndin ayağına yığılmış mal heyvanı haylayaraq Araz qırağına aparardı. Onu bura çəkən yalnız Arazın əzəməti, füsunkar görünüşü deyil, həm də göz işlədikcə uzanıb gedən yaşıl meşə zolağı idi. Bu zolaq təbiətin bir möcüzəsi idi. Yüzlərlə kəndi əhatə edən bu yaşıllıqda nələr yox idi. Baş-başa vermiş uca ağaclar, ardı arası kəsilməyən zümrüd çəmənliklər, çay qollarının yaratdığı göllərdən kəm olmayan qaz ördəklər. Bu yerlər həm də zərifliyi ilə göz oxşayan ağ dovşanın, şələquyruq tülkünün, qışın oğlan vaxtında sürü ilə gəzən, mal-heyvan üçün təhlükə yaradan qurdun məskəni idi. Bərəkətli yer idi buralar. Torpağa düşəndən vaxtından əvvəl cücərir, günəşə doğru boylanırdı. Tala-tala açıq yerlərdə əkilən kartof, soğan, pomidor dava dərmansız yetişir, məhsul ildən ilə çoxalırdı. Arazın sağ sahilində Sabirgilin kəndləri ilə üzbəüz bir oba vardı. Oranı hamı İran Cəfərrisi adlandırırdı. Çoxlarının qohum əqrabası bu kənddə idi. İmkan düşən kimi çay qırağına gəlib səsləşər, bir-biri ilə hal-əhval tutardılar. Vay o günə ki, bu danışıqdan sərhədçilər xəbər tutaydılar. Həmin dəqiqə danışanları Zastava adlanan qərargahlarına aparır, həm cərimələyir, həm də bir sutka orada saxlayırdılar. Belə vaxtlarda qaçaq Nəsirin nəvəsi Xasay kişi acıqlı-acıqlı gileylənirdi. Bu sarı qulaqlar bura ayaq basandan bizə göz verib işıq vermirlər. Birdən Sabirə elə gəldi ki, kimsə adını çağırdı. O dəqiqə geri qanrıldı. Yanılmamışdı. Əli arxayın-arxayın sahilə enirdi. Cəfəri kəndindən olan Əli ilə o 2 ildən artıq idi ki, dostluq edirdi. Kəndlərində məktəb olmadığı üçün Əli 1-2 il molla yanında yazıb oxumağı öyrənmiş, sonra oradan uzaqlaşmışdı. Əli Sabiri uzaqdan görmüşdü. Çaya yaxınlaşıb hər ikisi sevinc içində salamlaşdı. Əli mehribanlıqla dilləndi. Çoxdan görünmürsən. Hə, növbə bizə ayda bir dəfə çatır. İşlərin necədir? Yaxşıdır, 2 aydan sonra 9-cu sinifi bitirəcəm. Bəs sonra nə edəcəksən? Sabir narahat baxışlarla Zastavaya tərəf baxa-baxa, 10-cu sinifə gedəcəm, oxumağımı davam etdirəcəm, dedi. Onun narahatlığı Əlinin gözündən qaçmadı. Sarıqulaqdan qorxursan? O sarıqulaq sözünü elə ciddi dedi ki, Sabir qəhqəhə çəkərək güldü və ona təəccüblə baxan Əliyə izah elədi. Sarıqulaq ad deyil, Rus olduqları üçün sərhədçilərin rəngi sarıdır və biz öz aramızda onları elə adlandırırıq. Diqqətlə onu dinləyən Əli də özünü saxlaya bilmədi. Onun da qəhqəhəsi ətrafa yayıldı. Qəfil eşidilən maşın səsi uşaqların şirin söhbətini kəsdi. Sabir heyvanların arasında dağdalandı. Əli isə cəld çay aşağı yollandı. İstəmirdi ki, sarıqulaqlar dostunu incitsinlər.
Sabir bir-birinin ardınca gələn 7 maşın saydı. O burada ilk dəfə idi ki, bu qədər maşın gördüyü üçün heyrətləndi. Günəşin şüaları altında parıldayan və digərlərindən böyük olan qara maşın dayanan kimi sürücü özünü yerə atdı. Sağ qapını geniş açıb dümdüz dayandı. Ayağını əziyyətlə yerə çatdıran hərbi geyimli kişi zorba bədənini çətinliklə maşından çəkib çıxartdı. Gələnlərin hamısı artıq onun maşınının yanında toplaşmışdı. Sabir öz-özünə düşündü. Yəqin ən böyükləri budur. Şalvarının böyründən ayaqqabısına qədər uzanan qırmızı xətti görəndə isə astadan, "Hə, generaldır ki," dedi. Elə bu vaxt yekəpərə durbin verdilər. O əvvəlcə Arazın o tayına, sonra isə bu tayına uzun-uzadı baxdı. Durbini gözündən ayırıb üz-gözünü əyişdirdi. Ətli sifəti qəribə şəklə düşdü. Dediyi sözlər aydınca eşidildi. "Prekrasnoye mesto, prosto çudo." Ardınca dediyi sözlərdə əvvəlcə sərtlik, axıra yaxınsa qəzəb aydınca duyuldu. "Вы что, совсем ослепли?" O barmağı ilə şimaldakı və cənubdakı kəndləri göstərib hirslə əlavə etdi. "Nельзя позволить им находиться так близко друг к другу. Проволоку нужно передвинуть вот сюда." Ayağını hirslə durduğu yerə vurdu. Şişmanın dedikləri Sabirin beynini ovur, nə demək istədiyini anlamırdı. Sonuncu cümləni eşidəndə isə onu həyəcan bürüdü. Qulaqlarında qəribə uğultu yarandı. Dişləri bir-birinə dəydi. Eşitdiklərini yuxu sandı. Bu yaşıllıq, bu gözəllik tikanlı məftildən o tərəfdə qalacaq. Birdən-birə taqətdən düşdü. Ayağı aşağı çöktü. "Yox, ola bilməz. Bəs bu yer əlimizdən alınsa necə dolanarıq?" O axşamın düşməsini heç vaxt indiki qədər arzulamamışdı. Əmsi İsa kişi xəbəri eşidib dərin fikrə gedəndə Sabir lap qorxdu. "Səhv eləmirsən ki, lap beləcə də dedi?" sualını eşidəndə əzbərlədiyi cümlələri tutuquşu kimi təkrarladı. Əmsi bir neçə dəfə udqundu. Zorla bircə kəlmə dedi. "Batdıq." Ertəsi gün günortaya kimi kənddə bu barədə danışan olmadı. Hərə öz işində gücündə idi. Amma kolxoz sədrinin sürücüsü Zəkəriyyənin arvadına pıçıltı ilə dediyi sözlər günortadan sonra kənddə bomba kimi partladı. Hərə bir söz dedi. Deyəsən kəndi köçürəcəklər. Kənd plana düşüb. Sərhədin yerini dəyişəcəklər. Gecədən xeyli keçənə kimi Əmirvarlı kəndinin cəmaatı evlərinə yığışmadı. Hamı sədri gözlədi. Lakin nə Ağakişiyev, sədri belə çağırırdılar, nə də onun pobedasını sürən Zəkəriyyə həmin gecə kəndə qayıtdı. Hava qaralar qaralmaz rayon mərkəzində Bakıdan gələn nümayəndənin iştirakı ilə iclas başlanmışdı. Hamının üzündən həyəcan və təşviş yağırdı. Özünü tox tutan yalnız birinci katiblə şəhərdən gələn nümayəndə idi. Birinci katibin yerində əyləşən nümayəndə domba gözlərini qarşısındakı kağızlardan çəkmir, birini qoyub digərini götürürdü. Rəngi qara-qırmızı idi. İclasdan əvvəl Çinarüstü restoranda yaxşıca yeyib içsə də çox dilxoru idi. Çünki büro üzvlərinin qırımından hiss eləyirdi ki, yığıncağı başdan sovda aparmaq mümkün olmayacaq. İclası birinci katib açdı. Büro iclaslarında səsi aləmi bürüyən katibin səsi bu gün mülayim idi. Bu, büro üzvlərini səksəndirdi. Hamı başa düşdü ki, vəziyyət onların düşündüyündən də qəlizdir. Katibin eyhamından aydın oldu ki, lap yuxarının tapşırığı icra olunsa, yüzlərlə kənd mal-heyvan saxlamaqdan, o tərəfdən, əkin-biçindən əl çəkməli olacaq. Birinci cərgədə oturan Ağakişiyev həyəcanını gizlədə bilmirdi. Onun əlləri titrəyirdi. Ömrünün 20 ildən çoxunu kolxoza verən, böyük xətir-hörmət qazanan sədr bu tapşırığın fəsadlarını o dəqiqə hiss elədi. Meşə, yaşıllıq məhv ediləcək. Camaat kənddən qaçaq düşəcək. Katibdən sonra söz nümayəndəyə verildi. Ana dilini yaxşı bilməyən nümayəndənin qüsurlu nitqini anlamaq çox çətin idi. Onun son sözlərindən sonra zala dərin səssizlik çökdü. İclasdakılar belə başa düşdülər ki, tikanlı məftillər 8-10 kilometr şimala çəkilməlidir. Güya çay daşanda sərhəd zolağını su basır. Bu da sərhədçilərin işini çətinləşdirir. Bunun yalan olduğunu hamı bilirdi. Çayın şimal sahili hündür olduğu üçün belə bir təhlükə gözlənilmirdi. Ağakişiyev danışmaq üçün söz istəyəndə katibin qanı qaraldı. Sədr çayın sol sahilində bənd tikintisinin mümkünlüyünü söyləyəndə isə o səsini qaldırdı. Bu məsələ qapanıb. Başqa sözün varsa danış, dedi. Bu çobudluqdan alınsa da sədr sözünə davam elədi. Katib səsinin tonunu qaldırıb əlindəki qələmlə stolun üstünü döyəstədi.
Yoldaş Ağakişiyev, biz verilmiş tapşırığın icrası barədə danışmalıyıq. Sədrin də səsi sərtləşdi. Elə mən də o barədə danışıram. O əlini cibinə saldı. 4 qatlanmış iri dəsmalla alnının tərini silib oturanlara müraciət elədi. O yerləri hamımız yaxşı tanıyırıq. Cəmaatımız oranın hesabına yaşayır. Tikanlı məftilin şimala çəkilməsi yaşıl zolağın hesabına olmalıdır. Meşiyə, yaşıllığa toxunmamaq üçün məftili biraz da yuxarı çəksək, pambıq sahəsinə düşəcək. Bir qarış da olmaz. Katib bu sözləri elə ucadan dedi ki, nümayəndə diksindi. Eminov, katibin soyadı belə idi. Barmağını oturanlara tərəf silkələdi. Pambıq sahəsinin bir qarış torpağına da toxunmaq olmaz. Ağakişiyev bu dəfə katibə yox, ön cərgədə əyləşmiş büro üzvlərinə baxdı. Deməli, yaşıllıq, kəndin dolanışıq yeri Güdaza getməlidir. Rayonun baş həkimi Vahid Cəfərov icazəsiz filansız yerindən səsləndi. Ağılsızlığa bax ha, təbiətə belə divan tutmaq olar. Bəs orada yaşayan canlıların taleyi necə olacaq? Katib ona cavab vermədi. Çünki diqqəti Ağakişiyevdə idi. O yaxşı bilirdi ki, zaldakılar ancaq onun dediklərinə dəyər verirlər. Danışanlar çox oldu. Kimi mərhəmət umdu, kimi güzəşt üçün minnət elədi. Gecədən xeyli keçmiş nümayəndə kağız-çuğuzunu qovluğa yıxmağa başladı. Bu, iclasın sona çatdığına işarə idi. Ağakişiyev həmin gecə kəndə qayıtmadı. Məqsədi katiblə təkbətək danışmaq idi. Ertəsi gün katib onu çox soyuq qəbul elədi. Sözü də qısa oldu. Müdafiə nazirinin müavini, o duruxdu. Yaddaşını araşdırıb müavinin adını xatırlamağa çalışdı. Hə, Baranov şəxsən gəlib, o yerlərlə tanış olub və bu göstərişi verib. O sonra sədrə mənalı baxaraq, gedin əhalini hazırlayın, dedi. Baranov soyadının sədrin dodaqlarında yaratdığı təbəssüm axırıncı kəlmələri eşidən andaca yoxa çıxdı. O son çarəyə əl atdı. Bəlkə Bakı ilə danışaq, vəziyyəti birdə izah eləyək. Katib əlini yellədi və söhbətin bitdiyini bildirdi. İclasdan bir həftə keçsə də sakitlik idi. Hamıda bir ümid yaranmışdı. Yəqin ki, yuxarılar fikirlərindən vaz keçiblər. Lakin ikinci həftənin ilk günü bütün ümidlər suya düşdü. Mahmudlu stansiyasında dayanan yük qatarından sarı rəngli 2 nəhəng buldozer endirildi. Onlardan biri Mahmudlu, digəri isə Əmirvarlı kəndində işə başladı. Yarım saat keçməmiş, ətraf kəndlərin əhalisi Arazın sahilinə yığışdı. Buldozer iri ağaçları asanlıqla kökündən çıxarır, qabağına salıb yolunun üstündən kənarlaşdırırdı. Şamlar, küknarlar bir-birinin ardınca açdıqca, üstü barla dolu ağaçlar yan-yana döşəndikcə dözə bilməyən qadınlar ağlaşırdılar. Bu, Sabiri çaşdırdı. Buldozeri idarə edən sürücü bu yerlərin adamına oxşamırdı. Ətrafda baş verənlərə heç gözünün ucu ilə də baxmırdı. İri, qollu budaqlı ağaçları buldozerin qabağına qatıb elə həvəslə sürükləyirdi ki, sanki bundan zövq alırdı. Amma o həvəslə icra etdiyi işi yarımçıq saxlamağa məcbur oldu. Böyük bir dəstə buldozerin qarşısını kəsdirib dayandı. Az sonra rayonun rəhbər işçiləri ard-arda gəlməyə başladılar. Milis rəisi, cəmaatın ondan heç xoşu gəlmirdi. Ağzı köpüklənə-köpüklənə adamların üstünə yeridi. Hökumətlə hökumətlik eləyəcəksiniz? O sözlərinin təsirsiz qalmasından bərk acıqlanmışdı. Heç kim yerindən tərpənmirdi. Elə bu vaxt Sabirin ömrü boyu yadından çıxara bilməyəcəyi bir hadisə baş verdi. Bir bölük saldat göz qırpımındaca kənd cəmaatını mühasirəyə aldı. Gözlərindən soyuqluq, nifrət yağan saldatların silahı hazır vəziyyətə gətirmələri çoxlarının nəzərindən qaçmadı. Katib Eminov cin atına minmişdi. Hamısı Ağakişiyevin hoqqalarıdır, deyib ikinci katibi sədrin arxasınca göndərmiş, hətta hədələmişdi də. Ona de ki, nəticəsi çox ağır olar. Həmin gün sədr evindən çıxmasa da, nələr olacağını əvvəlcədən təxmin edirdi. Bilirdi ki, kəndlilər bu hadisəyə dözməyəcəklər. Milisin, zastava saldatlarının cəmaata əl qaldıracağını düşünəndə isə evdə otura bilmədi. Qapıda gözləyən Zəkəriyyə sədri görüncə maşını işə saldı. Araz kənarında böyük izdiham yaranmış, 4 kəndin əhalisi bir araya gəlmişdi. Sədr fikrindən keçirtdi. Hələ o biri kəndlərin cəmaatı xəbərsizdi. Ağız deyəni qulaq eşitmirdi. Narazı insanların səsi bir-birinə qarışmış, böyük uğultuya çevrilmişdi. Sədrin maşını görünən kimi səs azaldı. O cəmaata yaxınlaşanda tam sakitlik idi.
Bəstəboy, yaraşıqlı sədrin rəngi avazımışdı. Yaxındakılar onun gözlərinin yaşardığını aydınca görürdülər. Sabir hiss elədi ki, sədr qırılmış ağaclara tərəf baxmır. Bəlkə də baxa bilmir. Adamlar iki yerə ayrılıb yol verəndə o yaranmış boşluqla irəlilədi. Hündür yerə çatanda dayanıb ətrafa boylandı. Elə bil nəsə gözünün qabağını tutub görməyinə mane olurdu. Sədr dəsmalını çıxarıb gözlərinə çəkəndə ətraf aydınlaşdı. O yalnız bunu deyə bildi. Bu qəsdin qarşısını almaq mümkün olmadı. Heyrətlənən ağıtçı pəri sonralar andaman eləyirdi ki, uşaqlıqdan tanıdığı Ağakiyevi ömrü boyu ağlayan görməyibmiş. Həmin gün iş dayandırıldı. Lakin ertəsi gün sarı buldozerlər ətrafı səsküylə dolduraraq işləməyə başladı. Onlar irəlilədikcə yaşıllığı silib süpürür, arxalarınca bomboz çöllük buraxırdı. 100-dən yuxarı saldat isə əllərində avtomat üzü kəndə tərəf dayanaraq qımıldanmadan irəli baxırdı.